Bəziləri deyir ki, İlham Əliyev Qarabağı azad etdi. Mən də əvvəllər elə başa düşürdüm ki, İlham Əliyev həqiqətən böyük sərkərdəlik eləyib Qarabağımızı azad elədi. Amma biz nə bilirdik ki, Qarabağa biz viza ilə gedəcəyik. Qarabağda bizim heç bir nə bilim ixtiyarımız olmayacaq nəsə eləməyə, nəsə açmağa, nəsə iş görməyə. Yalnız bunların hamısı güya tenderlərlə özlərinin arasında bölüşdürülmüş bir şey oldu. Qarabağ alınandan sonra qazilərimizin qara günləri başladı. Şəhidlərimizin ailələri yaddan çıxdı. Uşaqların şəkilləri var idi yollarda. Şəhidlər dünyanın hər yerində elədi. Uşaqlar rəhmətə gedən şəhidlərimizin banerləri asılır. Bunların hamısı yığışıldı. Bu deməkdir ki, İlham Əliyev Qarabağı özü üçün alıb. Yəni ki, özünün hakimiyyətdə qalmaq üçün yerini möhkəmlətdi. O Azərbaycan xalqını əməli başlı zəlil elədi və Azərbaycanı ümumilikdə zəbt elədi. Yəni ki, biz Qarabağı ermənilərin əlindən aldıq, amma ki, ümumilikdə Azərbaycan Əliyevlər, Paşayevlər tərəfindən zəbt olundu. Biz artıq yenə də deyirəm, bəziləri deyir ki, alternativ göstər. Qurban sizə, ikinci alternativimiz olub ki, başı ikinci bir adam gəlib ki, başını qaldıranın atabatasına şey eləyirlər, söyürlər, min dənə oyun çıxardırlar, min dənə hoqqa çıxardırlar. Həmin alternativ də yox olur. Elə gözəl alternativlərimiz var ki, türmədə yatan, nə bilim, xaricə qaçan, nə qədər cavanlarımız, gənclərimiz var. İş onda deyir ki, filan kəs olsun, o biri olsun, bu biri olsun. Biz deyirik ki, əgər İlham Əliyev həqiqətən bu xalqa qarşı nəsə eləmək istəyirsə, yenə də gec deyir. Yəni ki, həyatında bircə dəfə insanlıq eləsin. Mən İlham Əliyevin bu hərəkətini insan dışı bir hərəkət sayıram. Çünki ola bilməz ki, bu qədər millətə qarşı belə sərt mövqe tutasam. Polisə zəng eləyirlər 102-yə, polis güya qeydiyyata alır. Həmin adamı çağırır, pulunu aldı, qutardı. Kasıb olsa heç evi yıxıldı, birinin üstünə 5-ini də qoyur, pagon artırmaq üçün, leytenantı kapitan eləmək üçün 1000 dənə hoqqalardan çıxıb ağızlarına gələni yazlar. Yəni ki, Azərbaycan iki yerə bölünüb, kasıblar və varlılar. Əvvəllər orta səviyyəli insanlar çox idi, indi çox az qalıb. Gərək orta səviyyəli insanlarımızda da yaltaqlıq olsun ki, bu varlılarla bacara bilsin. Hərdən mənə deyirlər ki, niyə gəlmirsən Azərbaycana? Əvvəla mən niyə gəlim Azərbaycana? Bir halda ki, Azərbaycanda mən sözümü deyə bilməyəcəm. Azərbaycanda səhər yuxudan duranda deyəcəm ki, ay Allah, mən görəsən nə bişirim, nə yiyim, neyniyim, bunu deyəcəm. Oturub o dibilləri görəndə ki, o cür savadsızlar hərəsi bir vəzifədə oturub. Mənim balam, mənim qohumum, mənim tanışım, savadlı olan adamlarımız çoxdur. Onların heç bir vəzifəsi yoxdur. Vəzifəyə girmək üçün milyonlarla pul istəyirlər. Onda deyərəm, 125 deputatımız var. Bax, onların içərisində müxalifətdəkilər də güya var da. O müxalifət deputatlarına buradan demək istəyirəm ki, mən o iqtidar deputatlarından çox sizlərə nifrət edirəm. Çünki sizlər kişi olmuş olsaydınız, Azərbaycan bu vəziyyətə gəlib düşməzdi. Demək, sizin də kişiliğiniz oracan çatırdı. Mən yenə deyirəm buradan ki, bizə nə deputat lazımdır, nə Milli Məclis lazımdır, nə bir şey. Əgər bu ölkəni təkcə Paşayevlə Əliyev idarə eləyirsə, mənim nəyimə lazım deyə filan yerdə bu olsun. Sadəcə yazsınlar ki, Paşayevlərin nümayəndəliyi filan rayonda, Əliyevin nümayəndəliyi filan rayonda. Bu nə deyə böyük-böyük yazırsınız? İcra başçısı, bələdiyyə, o biri, bu biri. Bələdiyyələrin hamısı Zeynal Nağdəliyevin əlindədir. Yəni ki, Zeynal Nağdəliyevin elə bir atasından qalma kupçalar var bu torpaqlara. Bu torpaqları almaq üçün gərək Zeynal Nağdəliyevdən icazə istəyərlər. Zeynal Nağdəliyev kimdir? Paşayevlərin adamı. Beləliklə çıxır ki, İlham Əliyev özü həddən artıq zəif insan olduğuna görə onu özü yox, başqaları idarə eləyir. Rusiyadan Putin idarə eləyir, Amerikadan Trump idarə eləyir, Türkiyədən Erdoğan idarə eləyir, amma ən çox onu idarə eləyən evdəki xanımıdır. Ona görə deyirəm ki, bu qədər yazılır, bu qədər sözlər deyilir. İlham Əliyev niyə nəticə çıxartmır ki? İlham Əliyevə dəfələrlə mən yazmışam, cavab yoxdur.
İlham Əliyev, niyə insanlardan qorxursunuz? Niyə insanlardan çəkinirsiniz? Mən başa düşə bilmirəm. Tutaq ki, mənə zəng eləsiniz. Görürsünüz ki, danışıram da, mən sizin səhvlərinizi deyirəm. Bir dənə zəng eləyin, deyirəm ki, ay bacı, nə istəyirsən? Nə çatmır bu ölkədə? Bu ölkənin nə problemləri var? Mən başa salım da, yoxsa çıxıb orada bir-iki cümləni əzbərləyirsən, deyirsən mənə siqnal verin, nə bilim, rüşvətxorluq belədir, elədir. Qaqa, sən yaradırsan da rüşvətxorluğu. Buradan biz danışırıq, deyirsiniz ki, təxribat aparırlar, danos verirlər, neynirlər? Qardaş, kimə verməliyik o danosu? Danosu sənə verməliyik ki, a qardaş, sənin seçdiyin, sənin sərəncam imzaladığın insanların hamısı bu milletin qanını içir. Bunu biz sizə deməliyik də, kimə deməliyik ki bunları? Ona görə də ki, yenə deyirəm, mənim e-mail nömrəm var sizdə. Dəfələrlə yazmışam, dəfələrlə iradımı bildirmişəm. Əgər sənin əlin o e-mailə çatırsa, əgər həqiqətən sən o aşağıdakılara demirsən ki, götürün, gələn e-mailləri zibil vedrəsinə atın, silin, dağıdın, onda mənim e-mailimi hasadlıqla taparsınız. Lazımdırsa, mən yenə deyirəm, sizin nömrünüzü də bilirəm. Sadəcə prosta zəng eləyəndə götürmürsünüz. Orada da mənim nömrəm var. Ukraynadan gələn zənglərin içində mənim nömrəm var sizdə. Ona görə yekə insanlarsınız və onu bunu qorxutmaqla, onu bunu hədələməklə insanları əksinə özünüzdən narazı vəziyyətə salırsınız. Bu insanlar insan deyil. Mən başa düşə bilmirəm. Bax, insanlar hamısı qorxur bir-birindən, biri-birinə zəng eləyəndə qorxur ki, bu dəqiqə telefonun eləyəcək, bilinəcək, filan kəsə çağıracaq, o biri çağıracaq. Siz onu bunu çağırmayın. Sizə verilən siqnalları yerinə getirin. Siz deyin ki, ay millət bizi bu günlərə kim qoydu? Məni kim cəmaatın içində pis vəziyyətə qoyur? İlham Əliyev, əgər bundan sənin xəbərin yoxdursa, demək zəif idarəçisən. Zəif idarəçinin də hakim, dövlət başçısı olmağa ixtiyarı yoxdur. Əgər xəbərin varsa, demək diktatorsan. Sən insanları bu cür yolla saxlayıb özündən asılı eləmək istəyir. İndi sən özün düşünsən. Sən diktatorsan ya zəifsən. İkisindən birini düşün, milletin də bilsin də. Artıq bezmişik axı. Millət çıxanadır. Azərbaycanda uşaq pulu vermirsən ki, doğuş sayı olmasın. Uşaqların azalsın. Yaşlıların pensiyasını bir ucdan artırırsan, parta-partla indi qoymuşsuz 70 yaşa ki, Milli Məclisdə səsə çıxar. Yəni, ölürsüz cəhənnəmə ölün, qarada yol. Bir ucdan da deyirsən ki, 10 milyonu keçmişik öşə. Qardaş, hardan keçirik biz 10 milyonu? Sən bizim ölənlərimizə də eləyirsən, talibsən. Onların səsləri sənə lazımdır. Sən onların səsini axtaranacan, sən millətin səsini axtar gedər. Sən millətə deyilən ki, ay millət, sizi bu günlərə salan kimlərdir? Onda mən deyərəm ki, mənim prezidentim doğrudan da yaxşı prezidentdir. Amma mən səndə yaxşılıq görmürəm. Mən sənə də yaltaqlanmaq istəmirəm ki, yox, yaxşısan cənab prezident, beləsən, eləsən. Xeyr, sən bəlkə də gördüyün prezidentlərin içində ən pisinin pisisən. Çünki sən millətivi saymırsan, sən millətivə hörmət eləmirsən. Sən millətivi heç eləmirsən. Yəni ki, bu millət elə bir gələn ki, sənin kölələrindir. Qardaş, sənin kölün yoxdur ya burada. Sən uzaq başına 5 ildə əlavə elədin, qaldın. Sonra nə olacaq? Sonra nə olacaq? Bu qədər yığmışsınız da. Yemisiniz, düzdür, üzün kölgəlidir, başqasının yanında insanların nə bilim, KKB-si var, iti var, qurdu var, FSB-si var, onların yanında nə deyirlər, onu eləyirsən, olmaz axı belə. İnsanlar, insanlıq olmalıdır insanda. Hələ ki, mən o insanlığı Azərbaycan hakimiyyətində görmürəm, hakimiyyətində başında İlham Əliyev sən dayanmısansa, demək mən onu heç görmürəm.